İslam yalnız qılınc gücünə mi yayılıb? Elə deyil. İslam ərəb xilafətindən sonra xüsusilə ticari və siyasi məqsədlərə görə yayılıb. Yəni Köçəri tayfalar böyük ölçüdə siyasi dəstək və legitimlik üçün İslam dinini qəbul ediblər. Məsələn, Orta Afrikadakı Kanemlilər İslamdan siyasi dəstək almaq üçün İslam dinini qəbul edib Orta Afrikada Kanem-Bornu imperiyasını qurublar. Bu metod həm də Orta Asiyadakı türk tayfaları üçün də keçərli idi ki, bilirsiniz Səlcuqlar İslam dinini qəbul elədikdən sonra İrana və digər regionlara hakim ola bilirlər və xəlifədən siyasi dəstək üçün bunu eləyirlər. Yəni adamlar əslində İslamdan bir növ siyasi legitimlik almaq üçün müsəlman olurlar. Eyni şey İdil Bulqar dövləti üçün də keçərlidir ki, savaşsız metodlarla orada yayılıb. İdil Bulqar hökmdarı Almış xan Xəzər xaqanlığına tabe idi və bu təbəəliyə qarşı ərəb xilafətindən yardım istəyir və İslam dinini qəbul edir bu yolda. Yəni belə eləyən qılınc gücünə yayılmır. Yəni türk tayfalarıdır, Kanem imperiyasındakı o köçəri Kanem tayfalarıdır. Eyni zamanda Volqa Bulqar dövlətidir ki, bu dövlətlər siyasi legitimlik üçün İslamı qəbul edib qılınc gücünə İslamı qəbul etməyiblər. İkinci isə ticaridir. Xüsusilə İslam dünyası böyük olduğuna görə orada ticarətə girə bilsin deyə Şərqi Afrikadakı və Qərbi Afrikadakı, Malay yarımadasındakı və İndoneziyadakı bir çox xalq İslam dinini qəbul elədi. Bunun ən böyük səbəbi, yenə deyirəm, ticarətə girmək üçün idi. İkinci səbəb isə İslam dininin verdiyi etibarlılığı idi. Yəni bir növ İslam dinindəki qanun qayda ticarət üçün daha güclü, etibarlı bir çərçivə yaradırdı, qanunnamə yarada bilirdi ki, buna görə də bir çox tacir müsəlman olurdu və həminki tacirlər vasitəsilə də yerli avtoritar qüvvələr də İslam dinini seçirdilər və beləliklə bir dünya yaranmışdı, yəni İslam dünyası yaranmışdı. Xüsusilə də Malakka sultanı tacirlər vasitəsilə İslamı qəbul edib. Eyni zamanda İndoneziyaya baxaq. Bu gün İndoneziya müsəlman sayına görə birinci yerdə, amma 15-ci 14-cü əsrdə orada Hindu və Buddist xalqlar yaşayırdı və çox güclü dövlətləri var idi Majapahit adında. Həmki Majapahit dövlətində vətəndaş savaşı çıxır və zəifləyir. Bu zəiflədikdən sonra isə həmki Hindistandan gələn müsəlman tacirlər bir növ Indoneziyaya təsir edirlər və İndoneziya əhalisi sürətlə müsəlmanlaşır. Amma Hindistandır, İrandır, Yaxın Şərqdir, Şimali Afrikadır, İspaniyadır, Anadoludur, bu tip regionlara İslam qılınc gücünə yayılıb. Çünki bu regionlarda İslamdan qabaq çox güclü sivilizasiyalar var idi ki, o sivilizasiyaların İslamdakı siyasi legitimliyə, nə də ki, ticarətə ehtiyacı vardı. Ona görə ora qılınc gücünə yayıldı, güclü bir dünya yarandı. O dünyaya da birləşmək istəyən ətraf qüvvələr də yavaş-yavaş sülh yolu ilə İslam dünyasının bir parçası oldu, müsəlman oldular.